zamanlar valideynləri narahat edən bit və sirkə problemi. Baxmayaraq ki, məktəb dövrü dayanıb, amma bağçalarımız hələ də davam edir. Və bir sinifdə, bir uşaqda bu varsa, deməli bütün sinifdə var və uşaq evə gəlir, uşaq yəni evdə artıq valideynlərinə də, başqa bacı qardaşlarına da keçirmiş olur. Bir sözlə bütün evdə bu bit və sirkə yayılır. Bunun üçün nə edirsiniz? Müxtəlif formada apteklərə yaxınlaşırsınız, şampunlar, losyonlar alıb istifadə edirsiniz, amma tam olaraq da %100 effekt almırsınız. Bugün sizə göstərəcəyim məhsuldan 3 dəfə istifadə etməklə %100 effekt alacaqsınız. Baxın, göstərəcəyim məhsul Probit şampundur. Bütün aptek şəbəkələrində də var. Yəni çox rahat tapacaqsınız. Həftədə 3 dəfə, yəni 3 istifadə ilə də artıq bu problemi çözmüş olacağıq. Baxın dostlar, onun özünün xırda darağı var. Əlavə, yəni xırda daraq almağa ehtiyac olmayacaq. Millisi də çoxdur. Əgər evdə artıq hamının saçında bit və sirkə varsa, yetərli qədərdir ki, çatacaq. Nə edirsiniz? Bit və sirkə ən çox, baxın, qulaq ətrafında, bir də bu boyun hissədə topa-topa yığılır. Ona görə də bu şampunu istifadə edəndə o hissələrə daha çox vurun. Nəmli saça vuracaqsınız şampunu və 10-15 dəqiqə gözləyəcəksiniz. Ona qədər uşağın bədənini rahatlıqla yuya bilərsiniz. Sonra ağ bir parça qoydunuz, xırda darağı ilə darayacaqsınız. Daradıqdan sonra mütləq darağı təmizləyirik və saçı yaxalayırıq. Yaxaladıqdan sonra təkrar olaraq ağ parçamızı qoyaraq xırda dişli darağımızla yenə darayırıq. Dediyim ki, ən çox harda topa yığılırsa o hissəni yaxşı-yaxşı təmizləyib yumaq lazımdır və yaxşıca daramaq lazımdır. Bunu həftədə 3 dəfə istifadə etsəniz, mən sizə əminliklə deyirəm ki, 3 istifadədə artıq bit və sirkəni kökündən kəsmiş olacaqsınız. Bütün aptek şəbəkələrində də var. Alın, əziz valideynlər, bu problemdən canınızı xilas edin.